Xəşən balığını bir dəfə siz də mənim kimi doğrayıb marinadla sobada bişirin. Görün necə dadlı olur. Balığın üzgəclərini kəsib pulcuqlarını təmizləyirəm. Uşaqlıqdan balıq təmizləmək mənim üçün əsl terapiyadır. Ona görə də bunu həmişə özüm eləyirəm. Suda qəşəng yuyub quruluyuram. Qarın hissəsini quyruğuna kimi kəsib tam açıram. Kənarlarından zolaqlarına kəsiklər atıram. Duzlayıb gözlədirəm. Keçirəm marinada. Mən marinadda tərkibində palma yağı olmayan, büdcə dostu Secret Vkusa mayonezlərindən istifadə edirəm. Mayonezə şirin paprika, limon suyu, sarı kök, istiot qatıb qarışdırıram. Əvvəl balığa bitki yağı çəkib, sonra bu marinadı hər yerinə yedirirəm. Sobada 200-220 dərəcədə alt-üst rejimdə bişirirəm. Niyə yüksək temperaturda? Çünki çalışıram ki, balıq su verməmiş qızara bilsin. Yanında da tərəvəzlər, biraz düyü, bax belə qəşəng iştahlı görüntü meydana çıxır. Gəl indi yemə. Tavada qızardanda elə bilirəm, balığın dadı itir. Ona görə də çox nadirən qızartma balıq eləyirəm. Mənə görə ya sobada, ya qrildə dadlı olur balıq. Bəs siz necə bişirirsiniz? Ümumiyyətlə, həftədə neçə dəfə balığa yer verirsiniz?